Salam əziz müəllimlər, bugün sizinlə öyrənəcəyimiz mövzu təbəqə metalın və məftilin düzəldilməsi barəsində olacaq. Gəlin müəllimlər, keçək mövzumuza. Gəlin ilk olaraq öyrənək görək düzəldilmə nədir, onun haqqında məlumat alaq. Düzəldilmə təbəqə metalın taxta və ya əlvan metaldan olan çəkicin və yaxud da ki, taxta terciyin köməyi ilə düzəltmə lövhəsi üzərində hamarlanmasıdır. Bəli, elə testlərdə də bu şəkildə düşür ki, düzəldilmə nədir? Düzəldilmə deməli, istər metal, istərsə də taxta çəkicinin köməyi ilə və həmçinin burada taxta terciyin köməyi ilə biz onu düzəltmə lövhəsi üzərində hamarlamağımızdır. Daha sonra gəlin davam edək. Burada təbəqə metalın düzəldilməsi üçün demək, müəyyən bir kiçik ardıcıllıq var. İstəyirəm onu da qeyd edim ki, siz öz kitabda müəyyən qeydlərinizi aparasınız. Birinci olaraq metal təbəqəni düzəltmə lövhəsi üzərinə qoyuruq. Bəli, əlcək geyinilmiş sol əli ilə biz həmin metal təbəqəni tutur, sağ əli ilə isə çəkic zərbələri vururuq. Deməli müəllimlər, bizim burada birinci mərhələmiz olacaq. Metal təbəqəni düzəltmə lövhəsi üzərinə qoyduq. Daha sonra ikinci gələcək. Əlcək geyinilmiş əl ilə, yəni sol əlimiz ilə pəstağı tuturuq, düzəldiləcək pəstağı. Daha sonra sağ əli ilə isə çəkic zərbələri vurulur. Daha sonra üçüncü mərhələmiz gələcək. Üçüncü mərhələmiz odur ki, metal təbəqə qabarıq hissələri üstə olmaqla yerləşdirilir. Bəli, elə testlərə bəzən olur ki, bu ayrıca bir test sualı kimi salınır ki, metal təbəqənin hissələri, yəni qabarıq hissəsi hansı hissəyə doğru yönəlir? Əlbəttə ki, üstə olmaqla biz onu yerləşdirmiş oluruq. Daha sonra təbəqəni kənarlardan mərkəzə doğru, yəni qabarıq hissəyə doğru döyəcləyirik. Bu da bizim olacaq dördüncü mərhələmiz. Düzdür müəllimlər, burada hal-hazırda rəqəm ilə qeyd edilməyib belə bir ardıcıllıq, amma müəyyən demək oxusaq, burada hiss olunur ki, müəyyən bir xırda ardıcıllıq var. Yəni testlərə də gəlib düşmə ehtimalı çoxdur. Ona görə mən burada qısa olaraq qeydlər etdim. Siz öz kitabınızda qeydlərinizi aparın. Yəni, təbəqə metalının düzəldilmə ardıcıllığını bizdən istəsə, bizim ilk mərhələmiz olacaq. Gəlin təkrar baxaq. Düzəltmə lövhəsi üzərinə qoyuruq həmin demək, düzəltmək istədiyimiz metalı. Daha sonra əlcək geyinilmiş sol əllə tutur pəstağı, sağ elə isə çəkic zərbələri vururuq. Üçüncü mərhələ gələcək. Metal təbəqənin qabarıq hissələri üstə olmaqla yerləşdiririk və təbəqəni kənarlardan mərkəzə doğru, yəni qabarıq hissəyə doğru döyəcləyirik. Yəqin ki, aydındır. Bəzən olur ki, testlərə ayrıca sual kimi gətirib salırlar ki, təbəqəni kənarlardan mərkəzə doğru döyəcləmək lazımdır, yoxsa mərkəzdən kənara? Əlbəttə ki, biz burada götürəcəyik ki, təbəqəni kənardan qabarıq hissəyə doğru döyəcləməyimiz daha məqsədə uyğundur. Daha sonra gəlin davam edək. Nazik yumuşaq təbəqələri, bəli, adətən taxta çəkiclə döyəclənir və taxta tirciklə hamarlanır. Bəli, bu doğru bir fikirdir. Deməli, nazik yumuşaq təbəqələri biz həm taxta çəkiclə döyəcləyə və həmçinin də taxta terciklə hamarlaya bilərik. Bunun sayəsində biz nazik yumuşaq təbəqəni düzəltmiş oluruq. Daha sonra nazik yumuşaq məftilin düzəldilmə üsulları var. Gəlin onlarla da tanış olaq sizinlə. Nazik yumuşaq məftilin düzəldilmə üsulları bunlardır. Bax, müəllimlər, bunu nazik yumuşaq təbəqənin düzəldilmə üsulu ilə qarışdırmayın. Bu nazik yumuşaq məftilin demək düzəldilmə üsulları olacaq. Taxtaya cərgə ilə vurulmuş mismarlar arasında dartmaqla, daha sonra məngəndə sıxılmış iki tercik arasında da sıxılıb keçirməklə, daha sonra silindrik sağanağın çevrəsi boyu dartmaqla biz nazik yumuşaq məftili düzəldə bilərik. Bu nazik yumuşaq məftilin düzəldilmə üsuludur. Bir də var müəllimlər, qalın məftilin düzəldilmə üsulu. Bəs o necə olacaq? Təbii ki, qalın məftilin düzəldilmə üsulu silindrik sağanağın çevrəsi boyu dartmaq olmaz. Bəli, onun qalınlığına görə həmin demək üsullar ilə biz onu düzəldə bilmərik. Bəs qalın məftili biz hansı üsul ilə düzəldə bilərik? Təbii ki, çəkiclə döyəcləməklə və yastağız kəlbətinlə sıxmaqla biz onu düzəldə bilərik. Elə testlərdə də bəzən qarışdırıb verirlər ki, qalın məftilin düzəldilmə üsulu hansıdır, nazik məftilin düzəldilmə üsulu hansıdır? Deməli müəllimlər,
Bunu bu şəkildə yadınızda saxlayacaqsınız ki, nazik yumşaq təbəqə taxta tercik və taxta çəkicin köməyi ilə hamarlanır. Bu başqa bir şeydir. Nazik yumşaq məftil isə həm silindrik sağanağın çevrəsi boyu dartmaqla mismarlar arasında, tercik arasında çəkib biz onu düzəldə bilərik. Amma qalın məftildə bu mümkün deyil artıq. Qalın məftildə isə biz onu çəkicinin köməyi ilə döyəcəyik və həmçinin də qeyd etdiyim kimi yastağız kərpətində sıxaraq düzəldə bilərik. Hətta burada elə şəkil 2-yə baxsanız qeyd olunur. A, B və C. Bunlar nazik məftilin düzəldilmə üsuludur. C-də isə qalın məftilin düzəldilmə üsulu göstərilib. Deməli, qalın məftilin düzəldilmə üsulu C-də göstərilib, digərləri isə nazik məftilin düzəldilməsi üsuludur. Şəkillərə də diqqət edin. Bəzən gətirib testlərdə salır ki, hansı düzəldilmə üsulu olduğu şəkildə verilən. Düzəldilmənin keyfiyyətini düzəltmə lövhəsi üzərinə qoymaqla və biz onu metal xəttkeşin tili ilə yoxlaya bilərik. Elə testlərdə də çox vaxt düşür ki, biz düzəltmədən sonra düzəldilmənin keyfiyyətini necə yoxlaya bilərik? Təbii ki, onu düzəltmə lövhəsi üzərinə qoyuruq. İstər təbəqə metal olsun, istərsə də məftil. Qoyuruq və onu xəttkeşin tili ilə. Baxın, birazdan sizinlə göstərəcəm hansı şəkil nəzərdə tutulur. Və aralarından qabarıq demək, sızan işıqlardan, qabarıq hissənin aralarından sızan işıqdan biz onu bilirik ki, düzəldilməmiz keyfiyyətli alınıb ya yox. İşığın ölçüsü nə qədər müəllimlər böyük olsa, deməli bizim düzəltdiyimiz metalın düzəldilməsi o qədər də keyfiyyətli alınmayıb. Amma az sızan işıqdan bilirik ki, artıq düzəldilmə keyfiyyətli alınıb. Hətta burada şəkil 3-ə baxsanız müəllimlər, burada tam aydın göstərilib. Həm xəttkeşin tili göstərilib, düzəltmək istədiyimiz məftil və həmçinin düzəltmə lövhəsi var. Rəqəmlərə də diqqət edin. Bəzən elə testlərdə salır ki, uyğunlaşdırın ki, hansı isə adı nədir? Ona görə uyğunlaşdırın. Siz də ona uyğun nəzər salın. Deməli, düzəldilmənin biz keyfiyyətini düzəltmə lövhəsi üzərində, yəni xəttkeşin tilini qoymaqla yoxlaya bilirik. Yəni ki, xəttkeşin tili ilə onun qabarıq hissələri arasında sızan işığın ölçüsünə görə biz onu müəyyən edə bilərik. Daha sonra müəllimlər keçək digər bir hissəyə. Düzəldilmədən sonra pəstahın üzərində hazırlanacaq məlumatın konturları qeyd olunur, yəni nişanlanır. Bu düzəldilmədən sonra mümkündür. Niyə görə düzəldilmədən əvvəl mümkün deyil? Belə düşünək ki, demək əyri bir metal təbəqədir. Biz onun üzərində necə ölçülər apara bilərik və yaxud da ki, nişanlaya bilərik? Mümkünsüzdür. Biz həm gücümüzü boş yerə sərf etmiş olarıq, həm də vaxtımızı. Ona görə düzəldilmədən sonra biz metalı düzəltdik təbəqəni. İstər təbəqə olsun, istərsə də məftil. Daha sonra onun üzərində müəyyən nişanlama aparırıq. Və bu nişanlamanı nəyin köməyi ilə aparırıq? O da xüsusilə qeyd olunub. Gəlin onlara da bir nəzər salaq. Nişanlama cız çəkən, nişanlayıcı pərgar, daha sonra kerner, metal xəttkeş və bıçaqlığın köməyi ilə nişanlama alətləridir ki, bunlar onların köməyi ilə biz həmin əməliyyatı yerinə yetiririk. Deməli, testlərdə bu şəkildə düşsə ki, düzəldilmədən sonra mı, yoxsa əvvəlmi nişanlama konturları qeyd olunur metal üzərində, təbii ki, biz götürəcəyik düzəldilmədən sonra. Hansı alətlərin köməyi ilə? Deməli, nişanlayıcı pərgar, daha sonra cız çəkən, kerner, bu kimi nişanlayıcı alətlərin köməyi ilə. Burada xüsusilə diqqət edin. Daha sonra təhlükəsizlik qaydaları var. Əlbəttə ki, gözlərinizi məftilin uclarından gözləyin, zədələnməsin. Bəli, bu doğrudur. Və metal ilə işləyən zaman əlcək geyinin, əllər zədələnməsin. Bu da doğru bir yanaşmadır. Xüsusilə də eynək taxmaq lazımdır ki, hər hansı bir metal qırıntısı gözlərimizə bata bilər. Və çəkici ilə işləyən zaman zədələnmələr olmasın deyə barmaqlarınızı demək qorumaq məcburiyyətindəyik. Və iti kənarların demək, biz metalı düzəltdikcə iti kənarlar ola bilər və onun iti kənarları bizi zədələyə bilər. Ondan da qorunmaq həmçinin lazımdır. Müəllimlər, düşünürəm ki, bütün xırdalığına kimi qeyd etdim. Şəkillərə də xüsusilə diqqət edin. Həm şəkil 1-ə, 2-yə və 3-ə də özünüz nəzər salın. Bəzən elə gəlir,
testlərdən sualları şəkillərdən də salırlar. Yenə də çalışdığım qədərilə aydın şəkildə sizə izah etməyə çalışdım. Hər birinizə uğurlar, müəllimlər, hələlik.